Gel, gel. Gör operatorun dediyinə bax. Operatorun dediyinə bax. Deyir ki, elə bir sakit evdir, xudmanı, özdə büdcəsi də aşağıda belə deyək. Alırsan bu evi, gördün evdə arvad uşaq, yəni baş beynimi apardı, dava, dığdı, başı. Ama at tullam onu, gəl qulağımı apardılar, gəl yıxıl, yat burada özünsün, sakit, heç kim də bilmir. Bir dənə öləndən sonra biləcəklər ki, ərimin Mərdəkanda evi var idi. Yəni sonradan çıxacaq. Bir dənə gizlinin alıb belə bir evdən alıb atırsan, demək 2 sot yarımın içində 195 min manata hər bir şəraitdə var. Baseyni var, həyətin işıqlarını var. Fasadını çəkdin, qardan alın. Gör, mən demirəm, atırın gör, nələr fikirləşdi, ürəyindən keçdi. Bir dənə bəyənin düyməsində basın, mən yox, operatora. Kommentariyalarda yazın, düz deyirmiş, yoxsa yalan deyirmiş. Bu niyə qapı belə şey oldu? Fasadını çək, mən bir dənə qapını bağlayayım. Deməli, Bravo qala yolunun üstündə, düz yolun üstündədir. Sağa yolun üstündə. Qapını açdın, promoy çıxırsan, asfaltdır yəni. Maşınlar qeyib gəlir. Bir dənə baxaq görək evimizin bu tərəfinə. Deməli, sənin belə bir fikirlərin də var, ha? Heç sözüm yoxdur sənə. Ağaçlıqlar, ağac əkiblər. Yəni 195 min Mərdəkanda belə evlər olmur qiymətə. Bura qonaq otağıdır. Qonaq otağıdır. Burada dolabı buradadır. Fotoboylar. Buna baxıyorsun. Bura Paris. Eiffel gülləsi. Amma yaxşı şeydir. Yəni alıb atırsan mülkdür. Bir gün 195'i aldın, aşağı yerdə vardı. Yəni təbii ki, endirim də olacaqdı. Aldın, atdın, gələn il 20 min bahası. Belə deyək. Baxdıq, mətbəx mebeldə var. Bu bir yataq otağıdır. Buranın sanuzeldə var. Hamamla ayaq yolu. Aksesuarlar da var. Deməli, 2 dənə yataq otağımız var. Bura ikinci hamam tuvaletdir. Bu da ki, ikinci yataq otağıdır. Mütləq kommentariyalarda yazın ki, görək operator düz deyir, yaxşı. Bu fikrinizi bildirin də bir sözlə. Bu günə bu qədər, gəl bura. Bu günə bu qədər sağ olun, minnətdarım.